Salam uşaqlar. Bugünkü dərsimiz Oğuz, Qaraxanlı və Qəznəvi dövlətinə aid dərsdir. Başlayaq birinci Oğuzlardan. Oğuz sözünün mənşəyi. Deməli, Oğuz sözü boy, qəbilə və ya tayfa mənasını verən ox sözünün cəm şəkilçisindən birləşməsindən yaranmışdır. Bu ad ərəb mənbələrində Quz, Slavyan mənbələrində türk şəklində öz təsvirini tapmışdır. Oğuzlar adına ilk dəfə Orxun Yensəy adında rast gəlinir. Oğuz tayfalarının xüsusiyyətlərinə baxaq. Qolları bozoq, uçuq, qollarını ayırdı, 24 boydan ibarətdirlər. Dini inançları əvvəlcə göy tanrı sitayiş etmiş. Siyasi asılıqları böyük hissəsi 1-ci və 2-ci Göytürk xaqanlığı tabeliyində olmuş. 2-ci Göytürk xaqanlığının dağılmasından sonrası Uyğur dövlətinin hakimiyyəti altına düşmüşdür. İslam dininin qəbulu və nəticələri, yəni 10-cu əsrin ortalarında təqribən 950-ci ildə Oğuz dövlətini yaradan Oğuzlar İslam dinini qəbul etdikdən sonra İslam və Türk mədəniyyəti özündə birləşdirdilər. İslam dininin möhkəmləsində mühüm rol oynadılar. Oğuz Yapqu dövlətinə baxaq. O Yapqu dövləti isə yaranma tarixi 950-ci ildə Mərkəzi Asiyada Seyhun çayı və Xəzər dənizi arasında yaranmışdı. Yəni Seyhun çayı bu ərazi, Xəzər dənizi isə bu ərazi. Yəni bu ərazilər arasında yaranmış dövlətdir. Paytaxtı Yenikənd şəhəridir. Yəni Yenikənd şəhəri. Digəri isə bəzi mənbələrdə Oğuz Yapqu dövləti idi. Oğuz dövlətinin dağılması və idarə etmə sisteminə baxaq. Oğuz dövlətinin dağılmasının səbəbləri aşağıdakı amillər Oğuz dövlətinin dağılmasına və ya dini basqınlarının gəlməsinə səbəb oldu. Daxili münaqişələr, yəni feodalların bir-biri ilə mübarizəsi və hakimiyyət uğrunda mübarizə, dövlət rəhbərliyi uğrunda davamlı çəkişmələri buna misal göstərə bilərik. Qıpçaqların təsiri və nəticələri. Qıpçaqlar fasiləsiz hücumları nəticəsində 1000-ci ildə Oğuz dövləti dağıldı. Dövlətin süqutundan sonra Oğuzların bir hissəsi Qara dənizin şimalına, oradan isə Balkan yarımadasına yayıldılar. Oğuz dövlətinin idarə etməsinə baxaq. Oğuz dövlətinin deməli başda Yapqu dururdu. Dövləti idarə edirdi, hökmdar idi və birinci şəxs idi. Subaşı ölkədə ikinci şəxs sayırdı, orduya rəhbərlik edirdi. Gülərgin dövlət başçısının köməkçisi vəzifəsini daşıyırdı və divan dövlət başçısının yanında fəaliyyət göstərən məsləhətçi orqan idi. Daha sonra keçəcəyik indi Qaraxanlı dövlətinə. Qaraxanlı dövlətinə keçəyik indi. Qaraxanlı dövlətindən danışacağıq. Deməli, Qaraxanlı dövləti isə dedik Qaruq tayfaları tərəfindən əsası qoyulmuşdu. 840 və 1212-ci ildə əhatə eləyir. 1042-ci ildə 2 hissəyə bölünəcək. Bir adı da Əfrasiyab sülaləsinə gəlsin. Əfrasiyab dövləti adlanırdı. Qaruq tayfaları Aşena soyuna mənsub olan türk tayfalar idi. Özlərini Turan hökmdarı Əlp Əl-Tunqanın, yəni Əfrasiyabın varisləri hesab edir. İkinci Göytürk dövlətinin süqutundan sonra Uyğurlara tabe olmuşdu. 840-cı ildə Qutluq Bilgə Qədir xanın başçılığı ilə Qarluqa və digər türk tayfaları yaratmışlar. Buna görə də Qarluq xaqanlığı da varisi sayılır. Bilgə xan özünü Qaraxan, yəni böyük xan adlandırdığı üçün sülalənin adı Qaraxanlılar sülaləsi və Qaraxanlılar dövləti adlanmışdı. 932-ci ildə İslam dinini rəsmi dövlət dini elan edirlər. Bununla da türklərin çox hissəsi İslam dinini qəbul edir. 942-ci ildə Xaqan titulunu qəbul edir və paytaxtı Qaşqar şəhərinə köçürülür. Biz deyəcəyik ki, ilk paytaxtı olacaq bunun Balasaqun, yəni bu ərazi, daha sonra Qaşqar, bir də Uzgen şəhəridir. Uzgen şəhəri isə xəritədə verilməyib. Təqribən bu ərazilər olacaq. Təqribən bu ərazilər götürüləcək. Daha sonra baxaq burada nədən bəhs olunur. İslam dininin yaranması nəticəsində türk dilində İslam ədəbiyyatı yaranmağa başladı. Qədim türk yazıları ərəb qrafikalı yazı ilə əvəz olundu və 10-cu əsrin sonlarında türk dilində ilk dəfə Quran təsviri, yəni izah etməsi, şərh etməsi yarandı. 999-cu ildə Qaraxanlı Qəznəvilərin birlikdə əsas rəqibi olan Samani dövləti süquta uğradaraq onun ərazisini öz aralarında bölüşdürdülər. Beləliklə Qaraxanlı dövlətinin sərhədləri Balxaş gölündən Hindiquş və Qaraqorum dağlarına qədər geniş bir ərazini əhatə etdi. Bundan əlavə şəhərlər ticarət yolları üzərində yerləşdiyi üçün inkişaf edildi. Misal olaraq biz bura Qaşqar götürə bilərik, Balasaqın, Uzgen, Səmərqənd, Buxara, Ürgənc və Termiz şəhərlərini götürə bilərik. Yəni burada Səmərqənd, Buxara, sonra
Balasagun dedik, Uzgen dedik, sonra Qaşqar və sairə şəhərləri, yəni inkişaf eləmiş şəhərləri mövcud idi. Bundan əlavə burada bir haşiyə var. Qaraxanlı dövlətinə vergilər əvvəl birbaşa Xaqan xəzinəsinə daxil oldu. Sonralar isə vergilər Xaqan sülaləsindən olan ailəli şəxslərin xeyrinə toplanmasına başlanıldı. Bu isə feodal özbaşınlığın artması və mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Bundan əlavə 1042-ci ildə Qaraxanlılar dövləti feodal dağınıqlığı və daxili çəkişmələr nəticəsində iki hissəyə parçalandı. Bu Qərbi Qaraxanlı və Şərqi Qaraxanlı dövlətinə olaraq, yəni bu hissəsi Şərqi Qaraxanlı, bu hissəsi isə Qərbi Qaraxanlı dövlətinə parçalandı. Və bundan sonra da 13-cü əsrin əvvəllərində Qarakitaylar Şərqi Qaraxanlı dövlətinin varlığına son qoyur. 1212-ci il isə Xarəzmşahlar Qərbi Qaraxanlı dövlətinin varlığına son qoyur və Qaraxanlı dövləti tarix səhnəsindən buna görə silinir. İndi keçəcəyik Qəznəlilər dövlətinə. Qəznəlilər dövlətindən danışaq indi. Deməli, Qəznəlilər dövləti də dedik ki, 9-cu əsrin ortalarından başlayaraq İslam dünyasında yeni türk sülalələrin aparıcı olmağa başladı. Bunlardan biri də indiki Əfqanıstan cənubunda yaşayan Qəznəli dövləti idi. Qurucusu Alptəkin idi. Paytaxtı Qəznə şəhəri idi. İlk paytaxtı. Məşhur hökmdarları Sultan Mahmud Qəznəvi idi. Hindistan yarımkürəsində İslamın yayılmasına mühüm rol oynamışdır. Qısa burada danışaq. Deməli, Samani ordusunda xidmət etmiş qulamlardan biri idi Alptəkin və o Samani dövlətində baş verən daxil çəkməli sırayla türk qulamları hakimiyyətə alınmağa çalışdı. Lakin onlardan heç bir nəticə ala bilmədi və bu qiyam qaldıran türklərdən biri də Alptəkin idi və Alptəkin Samani dövlətində hakimiyyətə ala bilmədiyi üçün türklərlə bir yerdə Əfqanistandakı Qəznə şəhərinə gələrək burada möhkəmləndi və 962-ci ildə Qəznəlilər dövlətini yaratdı. Və qədim Qəznə şəhəri yerləşən Əfqanistandakı türklərin mövcudluğu İslamın əvvəlki dövrlərə təsadüf edir. Qəznəlilər dövlətinin qurulması isə burada türk axınları davam etdi. Gələyində Sultan Mahmud Qəznəvinin dövründə 998-1030-cu ildə hakimiyyətdə oldu. Qəznəli dövlətin qüdrəti artdı. Qaraxan dövləti birlikdə Samani dövlətini süquta uğratdı. 999-cu ildə keçmiş Samani torpaqları Xarəzm, Xorasan, Sistan və Əfqanistanı Qəznə dövlətinə birləşdirdi. Xarici siyasətinə diqqət etsək, onun xarici siyasətində əsasını Hindistanın işğalı təşkil etdiyi üçün hakimiyyətin böyük hissəsini Hindistana yürüyüş etmişdir. Yəni bu yürüyüşləri də biz nə vaxta yazacağıq? 1000 və 1027-ci illərdə Hindistana saysız hücumlar eləyir və Hindistanın şimali qərb hissəsini işğal edir. Dövlət ərazisi daha da genişləndi. Hindistana yürüyüşü nəticəsində şimal-qərb bölgəsi Qəznəlilər dövlətinə birləşdirildi. Qəznəlilər dövləti Hindistanın zəngin sərvətinə sahib olaraq iqtisadi cəhətdən möhkəmləndi. Ticarət yollarının əhəmiyyətinə diqqət eləyək. Burada Çindan Aral dənizi sahilinə gedən ticarət yolları Qəznəlilər ərazisindən keçməsi üçün iqtisadi gücünü daha da artırmışdı. Sultan Mahmudun titulu və mədəniyyətinə dəstəyinə baxaq. Sultan Mahmudun Hindistanda qələbələr xəbəri bütün İslam dünyasına yayıldı. O, Abbasi xəlifəsi tərəfindən sultan tituluna qəbul edərək Bada sahib olan ilk türk hökmdarı oldu. Hindistan yürüyüşündən sonra hakimiyyəti Rey, Həmədan və İsfahan şəhərləri daxil olmaqla Qərbi İrana qədər genişləndi. Hakimiyyətin sonuna yaxın Oğuz Səlcuq tayfaları Xorasanda yerləşməsinə icazə verdi. Elm və mədəniyyət inkişafına xüsusi diqqət yetirdi və dövrün ən məşhur alimi olan Əl-Biruni və İbn Sinanı sarayına gətirərək onları himayə etdi. Qəznəlilər dövlətinin süqutuna baxaq. Qəznəlilər dövləti Sultan Mahmuddan sonra, yəni 30-cu illərdə taxt mübarizəsi kəskinləşdi. Daxili ziddiyyətlər, idarəetmə zəifləməsi dövləti xeyli zəiflədi. 1040-cı ildə Dandanekan döyüşündə deməli Səlcuqlar Qəznə ordusunun qalib gələrək onlar arasının bir hissəsini ələ keçirdi. Bu məğlubiyyət Qəznəli dövlətinin nüfuzunu aşağı saldı. Yəni Səlcuqlarla məğlubiyyətdən sonra bu əraziləri itirir. Yəni bu Xorasan ərazisinin çox hissəsini itirir. Daha sonra 12-ci əsrin ikinci yarısında Gürcülərlə münaqişələr başlayır. Hətta türk əsilli Gürcü tayfalarının münasibətdən pis çəkməsi onların bəzi ərazilərinin əllərindən çıxmağına gətirib çıxardır və 1173-cü ildə Qəznə şəhəri Gürcülərin hücumu nəticəsində ələ keçirilir və yandırılır və paytaxtı Lahora, yəni bu hissəyə köçürtməyə məcbur olurlar. Birinci paytaxt buradır.
Bu isə ikinci paytaxtdır. Yəni paytaxt Lahora köçür. Bundan sonra onların hakimiyyəti yalnız şimal-qərbi Hindistanı, indiki Pakistan ərazisinə əhatə edir. Yəni bu əraziləri əhatə edir. Daha sonra 1187-ci ildə yenidən Gürlü tayfalarının bura hücumu nəticəsində biz dedik Qəznəvi dövlətinin varlığına son qoyulur və tamamilə süquta uğrayır. Süqut səbəbləri var burada: daxili ixtişaşlar, yəni taxt mübarizəsi və idarəçinin zəifliyi, Səlcuqların təzyiqi 1040-cı ildə baş verən Dəndənişən döyüşü misal göstərmək olar, Gürlü üsyanı və Qəznənin dağıdılması, iqtisadi və hərbi zəifləmə, Hindistan üçün uzun müddət olan yükü Qəznəvi dövlətini zəifləməyə və daha sonra süquta gətirib çıxardır. Uşaqlar, dərslər bu qədərdir. Xəritəyə diqqətlə baxın, dərslərə diqqətlə baxın. Videonu durğuzub, yəni dayandırıb orada siz baxa da bilərsiniz. Yəni tarixlər olsun, ya da mövzular olsun. Mən burada şərh etmişəm hamısını bir-bir qeyd edə bilərsiniz. Oldu, sizlərə uğurlar.